Özbekistan'da olan aydınlarla, ziyalarla görüşünüz. Ve tabii ki həm də bu görüş sizə bir fırsat yarattı ki, Daşkəndi daha yaxından görməklə Azərbaycan Daşkənddə necə görünür və Azərbaycan Daşkənddə özünü necə təmsil edir. Çünki Daşkənddə Azərbaycan böyük elçiliyi var. Oranın da rəhbəri Abbas Abbasovdur da bilirsiniz. Yox, Hüseyin Quliyevdir. Yox, səfir demədim, rəhbəri. Hə, rəhbəri necə Çünki başa birinci düşməm? müavin onun qardaşı oğludur. Azərbaycan böyük elçiliyində Abbas Abbasov Moskvadan idarə eləyir. Siz o haqda duymadınız ki, onun belə... Mən orada çox ciddi şeylər eşitdim Candar bəy. Birinci növbədə deyim sizə ki, bugün Özbəkistan, Azərbaycan münasibətləri elə yüksək səviyyəyə qalxıb ki, hər iki ölkənin dövlət başçılarının sayəsində söhbət falan gedir. Amma Özbəkistanda mən getdim ki, Azərbaycan səfirliyi yox kimi bir şeydir. Təsəvvür eləyin, Heydər Əliyev mərkəzi var. Mədəniyyət mərkəzi. Mədəniyyət mərkəzi, Heydər Əliyev adına. Bəli. O mərkəzin qapıları bağlıdır. Azərbaycan Şəxsən mən getdim ora, əvvəlcədən də onların rəhbərlərinə yazılı müraciət eləmişdim, heç cavab da vermədilər. Yəni, Heydər Əliyevin adına olan bir mədəniyyət mərkəzi Özbəkistanda niyə bağlı olmalıdır ki, qapıları? Bunu başa düşə bilmədim. Diaspora ilə bağlı deyə bilərəm ki, Candar bəy, mən ilk dəfə bildim ki, dünyada yeganə tək diaspora təşkilatı ki, parçalanmadan bir təşkilat Özbəkistandadır. Daşkənddə Mobil Məmmədovun rəhbərliyi ilə Azərbaycanlıları ora toparlayıb, maraqlı bir məqam var. Eyni zamanda həmin diaspora təşkilatında təkcə bizim Azərbaycandan olan deyil, Güney Azərbaycandan olan soydaşlarımız da həmin... Bir 300 il, 400 il bundan qabaq gələnlər də olar. Bəli. Özəlliklə Səmərqənddə böyük bir məhəllə, onların məhəlləsidir. Bəli. Yəni, qaldı səfirliyin fəaliyyətinə. Dediyim kimi, səfirliyə də yazmışdıq, mədəniyyət mərkəzinə də. Bir nəfər cavab vermədi və mən özüm getdim, Heydər Əliyev mərkəzini görmək üçün getdim. Mərkəz müasir stildə çox gözəl inşa edilir. Həm də Azərbaycan məhəlləsindədir. Bəli, Azərbaycan məhəlləsində çox yüksək səviyyədə gözəl inşa edilib. Amma gəl ki, qapıları bağlıdır. Sizi ora niyə göndəriblər? Göndəriblər ki, Azərbaycan dövlətini təmsil eləyəsiniz, yoxsa keftamaq çəkəsiniz? Və səfir haqqında, Candar bəy, mən elə sözlər eşitdim ki, təkcə bizim Azərbaycanlılardan yox, özbəklərdən, orada olan özbəklər ki, o ziyalılarla görüşdüyü falan, elə sözlər eşitdim ki, mən utandım. Yəni, mənim dövlətimi, mənim prezidentimi belə bir adam təmsil eləyə bilməz orada. Nətər olur, mən başa düşmərəm. Və Azərbaycan dövlətinin axtarışa verdiyi Abbas Abbasovun qardaşı oğlu, hətta iddialara görə Azərbaycan dilini belə bilmir. Necə gəlib burada konsul olub? Birinci katib gedir, baş konsuldur. Buranı əslində o idarə edir. Təlimatlar Moskvadan alır. Azərbaycan bilgiləri Daşkənd böyük elçiliyindən Moskvaya axıdılır. Və əslində qalan da Daşkənddə olan səfirliyimiz Rusiya Kəşfiyyat İdarəsinin bir bölməsi kimi dəyərləndirilməlidir. Azərbaycan adına Daşkənddə bir böyük ayıb yaşanır. Səfirlik səviyyəsində, mərkəz səviyyəsində. Hər halda Azərbaycan dövləti bununla bağlı addımlarını atacaq ki, dövlət başçımıza layiq bir adam onu Daşkənddə təmsil etsin. Mən belə istəyirəm, belə görürəm. Çünki o sevgini ki gördüm, həm bizə millət olaraq, həm cənab prezidentə, mən özüm inanış şok yaşadım. Hər kəs kimi dindirsən, hamı tanıyır. İlham Əliyev, Qarabağ, bəli, hamını. Və bizi də gəl belə bir səfir təmsil eləyir. Bu məni çox narahat eləyir. Orada Azərbaycanlılardan soruşuram, deyir ki, biz 20 yanvar günündə, Xocalı günündə, Heydər Əliyevin anım günündə gedirik ki, gül qoyaq, ziyarət eləyik. Qapıları bizim üzümüzə açmırlar. Abbas Abbasovun yanında Moskvada təlimata gedirlər, orada otururlar. Ya da Termizdə otururlar, tranzitin nəzarət eləyirlər. Hər halda mən düşünürəm ki, Azərbaycan dövləti Özbəkistan səfirliyi sil başdan yenilənməlidir.